Manav, sual verirəm. Qadın səni hansı həddə çatdırmalıdır ki, manav bir qadına əl qaldırsın? O vəziyyətə gəlib dözən deyirəm. Elə bir kəlmə sözlə başını kəsə bilərəm. Nəinki öldürmək. Yəni çünki mənim ailəm məni qəşəng tanıyır ki, bu sözü deyirsən, burada baş kəsilər, öldürər, asar, kəsər. Yəni döyən əlim var. Niyə yoxdur ki? Yəni niyə yoxdur ki? Əgər mənim Dəqiq şeydə etiraf edir, niyə yox ki? Yox. Yəni Ailə kişidən asılıdır. Kişi nə qədər yumruğu belə olsun, mən həmişə deyirəm ki, kişidən bir balaca çəkinmək lazımdır. Qorxmaq da lazımdır. Mən buna etiraf edirəm. Təəssüf ki, izlədiyimiz kadrlarda gender əsaslı zorakılıq və qadın qətilləri çox aşkar şəkildə Azərbaycan televiziyasında təşviq edilir və hətta deyərdim ki, təbliğ edilir. Aparıcının sualının mahiyyətində çox açıq şəkildə gender əsaslı zorakılıqlar və müğənni Manav Ağayev öz cavabında bildirir ki, o bir kəlməyə görə hətta baş belə kəsər və bu kadrlar efirə verilir. Daha sonra aparıcı öz fikrini daha da genişləndirir və bildirir ki, güclü ailə o ailədir ki, orada güclü yumruq var və qadın kişidən qorxmalı və çəkinməlidir. Bəli, bu dialoq milyonların izlədiyi, milyonlarla insana çatan bir televiziya efirində baş verir. Və bu televiziya efirlərində Azərbaycan üçün güclü ailə modelinin qadının şiddətə məruz qaldığı, qadının öz yoldaşından qorxmalı olduğu və şiddətə məruz qalarkən belə çəkinib, qorxub susmalı olduğu, eyni zamanda zorakılığın bir kişilik göstəricisi olduğu kimi təşviq edilir. Həqiqətən də belə bir ailə modeli Azərbaycan cəmiyyəti üçün lazımdırmı? Elə buna görədir ki, biz artıq həftələrdir ki, hər həftə, hər gün Azərbaycanda qadınlara qarşı cinayətlərin, qadın qətillərinin, eyni zamanda qadınlara qarşı zorakılığın nə qədər artdığının şahidi oluruq. Biz bir tərəfdən bu cür xəbərləri televiziyanın xəbərlər proqramından alırıq. Digər tərəfdən yenə həmin televiziyaların başqa bir efirlərində qadınlara qarşı zorakılığın, qadın qətillərinin təşviq edən dialoqların şahidi oluruq. Və çox vaxtda bu cür ifadələr xalqın ənənəsi kimi təqdim olunur. Sanki qadın qətilləri, qadına qarşı zorakılıq xalqın ənənəsi imiş kimi. Bu onu göstərir ki, əslində Azərbaycan mediası hələ də öz məsuliyyətini tam olaraq dərk etmir. Çünki medianın cəmiyyətin maarifləndirməsi və mütərəqqib fikirlərin təşviqi medianın məsuliyyətindədir. Ancaq təəssüf ki, bu nümunədən də gördüyümüz kimi bir sıra televiziya verilişlərində cinsi əsaslı zorakılıq və qadın qətilləri təşviq olunur.